Qərbi Azərbaycandan deportasiya bir coğrafiyanın yox, bir yaddaşın köçüdür. Qərbi Azərbaycan torpaqlarından qoparılan insanlar təkcə evlərini deyil, əsrlərlə formalaşmış həyatlarını, adətlərini, xatirələrini və mənəvi bağlarını itirdilər. Doğulduqları kəndlərin küçələri, uşaqlıq səsləri, ata ocaqları, qəbristanlıqlar və illərin yaddaşı bir anda geridə qaldı. Deportasiya insanların təkcə coğrafiyasını dəyişmədi, onların taleyinə həsrət, niskil və yarımçıq qalan bir vətən hissi yazdı. O yollarla köç edənlərin gözündə qorxu ilə yanaşı, geri dönmək ümidi də vardı. Çünki insan doğulduğu torpağı tərk edə bilər, amma onu ürəyindən çıxara bilmir. Qərbi Azərbaycan yaddaşı illər keçsə də susmadı. Nəsildən nəsilə ötürülən xatirələr bir xalqın yaşadığı ağrının canlı şahidinə çevrildi. Bu tarix yalnız keçmişin faciəsi deyil, həm də milli yaddaşın, kimliyin və doğma yurda bağlılığın unudulmayan həqiqətidir. Çox dərinə keçsəm, bu 64-cü ildən bu iş hazırlığı gedirdi. Orada kilsə var, o kilsəyə ermənilər toplaşıb bu barədə söhbət edirdilər. Bunu da Rusiyanın agentləri olub içində xəbər eləmişdi, gəldilər Zarubiyanın vaxtı idi. Tutdular hamısını, Zarubiyanı da işdən çıxartdılar. Bu hadisə qaldı eləcənə örtbasdır olundu. Bir də 88-ci ilin əvvəlində bu işi yenidən başladılar. Bütün Eşməyəzində, Vedidə, nə bilim, bütün o rayonlardan uşaqların hamısına lozunqlar verilirdi. Qarabağ, Ermənistandı filandı belə. Hamısını göndərirdilər, sirk var idi. Opera belə sirk deyirəm. Opera binası vardı, opera binasının qarşısına yığıldılar axşam. Orada başladılar qışqır bağırsaylamaq, hamı qışqırışırdı, ay Qarabağ Ermənistandı filandı, pesmakandı. Sonra televiziyada başladılar. O vaxt Serov Xanzadyan idi, erməni yazıcısı. Bir də Silva Kaputikyan. Ən çox bu ikisi çıxışlar edirdi bizim əleyhimizə. Türklər bizi belə qırıblar, belə eləyiblər, bunlar burada qalmamalıdır filan, bizi buradan çıxartmaq barədə gediş-gəliş edirlər. O elə bu çıxışlardan bir həftə sonra bütün bazarda nə qədər Azərbaycanı vardı, hamısını döydülər, çıxartdılar eşiyə. 1946-cı ildə Stalin qərar verdi ki, 3 gün müddətinə Qərbi Azərbaycanlılar köçməlidir. Demək olar ki, bizi sürgün eləyirdilər Qazaxstana. Rəhmətlik Bagirov buna razılaşmayıb, deyib mənim özümün torpağım var, millətimə də gəl dura bilərəm. Geniş sahələr, onlar elə bizdə işləyib, yaşaya bilərlər. Bizi oradan demək olar ki, Araz-Qırağı kəndləri köçürdülər Azərbaycana. Bizim yerlər dağ yeri olduğuna görə bizi köçürə bilmədilər. Sonradan qayaları partlatdılar, yol çəkdilər. Ermənini gətirdilər, köydülər bizim kəndə, Göyçə rayonunun Qızılxaraba kəndindən. Evimizin bir gözünü məcbur aldılar, verdilər erməniyə. Biz bir il erməni ilə bir evdə, bir həyətdə yaşadıq. Gördülər ki, millət çıxmaq istəmir. Yollar çəkdilər, maşını köydülər kəndə, polisin əli ilə bizi sürüyüb, məcburi mindirdilər maşına. Gətirdilər, töydülər Vedi rayonunun stansı Dəvəli var. Köydülər orada Vedi rayonunun böyrünə. Bir həftədə qaldıq orada, payız ayında, o soyğun altında. Eşalon gəldi, tavarni vagonlara vurdular bizi, yığdılar tavarni vagona malımızı, heyvanımızı. Orada olan evimiz, eşiyimiz də köçər knişkası yazdılar, verdilər. Yalandan 200 manat, 300 manat pul verdilər güya bizim evlərə. Gəldik, töküldük Dəvəliyə, bir həftədə orada qaldıq. Oradan bizi yığdılar eşalona, gəldik Yemişli rayonunun stansında töküldük bura. Bir həftədə burada qaldıq. 20-ci əsrdə müxtəlif dövrlərdə Qərbi Azərbaycanda yaşayan insanlar öz doğma torpaqlarından məcburi şəkildə ayrıldılar. Qərbi Azərbaycandan qopan hər ailə özü ilə yarımçıq qalan bir ömür, bir kəndin xatirəsini, bir dağın adını gətirdi. Onların yaddaşında İrəvanın küçələri, Göyçənin sahilləri, Zəngəzurun yolları, Dərələyəzin dağ küləyi yaşayırdı. İllər keçdi, sərhədlər dəyişdi. Xəritələr yenidən çəkildi. Amma doğma yurda bağlılıq dəyişmədi.
Çünki insan torpağını təkcə ayaqları ilə yox, yaddaşı ilə də daşıyır. Aprel ayının 24-də ermənilərin kəndə Haygın başçılığı altında hücum olunacağı və cəmaatı qıracağı barədə səslər yayılmışdı. Ona görə də bütün rayon cəmaatının hamısı Naxçıvana üst tutub getmişdi. Hətta bizim kənddən biri qəziyyət düşdü, 4-5 nəfər bir ailədən öldü elə orada. Yəni bu hadisə cəmaatı qorxuya salmışdı. Rusiyadan o vaxt çoxlu tanklar təyyarədə gətirdilər, endirdilər, bütün şəhər doldu. Bizim kəndin özünə neçə dənə tanklar gəldi, doldu. Ki, yəni arxayın olun, heç kəs heç nə eləyə bilməz sizə. Bundan biraz yat-küt oldu hadisələr. Yenə aprel ayının, noyabr ayının 27-sində bu hadisələr qutarandan sonra, noyabrın 27-sində kəndə hücum başladı. Bu ən çox mehmandar tərəfdən, yəni o vaxt sonra indi ortaşat eləklər, o vaxt mehmandar idi. Oradan dəstə yığılmışdı 100 nəfərə qədər. Kəndə girəndə xəbər yayıldı ki, kəndə hücum var. Hamı başladı qaçmağa. Hara qaçsınlar, qaçmağa yer yox bütün kənd. Kəndin bəndin başı deyirdilər. Bu bəndin başının yanında bir raket bazası var idi rusların. Hamı getdi onun ətrafına yığıldı ki, ora ermənilər gəlməsin. Həqiqətən də orada heç kəs gedəmədi. Kimlər də qaça bilməmişdi, bir neçə nəfər də tutdular, döydülər, üzündən gedənlər olub, yaralananlar olub və s. Sonra 3 gün orada qalandan sonra Azərbaycandan qatar gəldi və Azərbaycanlıları doldurdular avtobuslara, partiyalar mindirdilər, qatara yola saldılar Azərbaycana. Ermənistanla Azərbaycan arasında ərazi münaqişəsinin ağır nəticələrindən biri Qərbi Azərbaycan torpaqlarında yaşamış Azərbaycanlı əhalinin mərhələli şəkildə deportasiyası olmuşdur. 20-ci əsrdə bu proses 3 əsas dövrə əhatə etmişdir. 1918-1920, 1948-1953 və 1987-1991-ci illər. Hər bir mərhələ fərqli siyasi şəraitdə baş versə də, mahiyyət etibarilə eyni məqsədə Azərbaycanlıların öz tarixi etnik torpaqlarından məcburi şəkildə çıxarılmasına xidmət etmişdir. Bu deportasiyalar nəticəsində minlərlə kənd boşaldılmış, əsrlərlə formalaşmış yaşayış məskənləri dağıdılmış, insanların doğma yurdla bağları zorla qırılmışdır. Qərbi Azərbaycan coğrafiyasında baş verən bu proses yalnız fiziki köç deyil, eyni zamanda tarixi yaddaşın, mədəni irsin və sosial varlığın ciddi şəkildə zədələnməsi ilə müşahidə olunmuşdur. İlk öz kəndimə, öz yaşadığım torpağa gedib oranı ziyarət edərdim. Çünki mən cavanı, uşaqlığımı orada keçirmişəm. Bu tarix yalnız keçmişin faciəsi deyil. Bu, ədalətə, həqiqətə və milli yaddaşa çevrilən bir talih yoludur. Unudulmayan hər xatirə, qorunan hər kənd adı və danışılan hər həyat hekayəsi Qərbi Azərbaycanın yaddaşını yaşadır. Çünki tarix keçmiş deyil, gələcəyin yaddaşıdır.